14 iyun 10-cu siniflər üçün OTK-nın təşkil etdiyi buraxılış sınaq imtahanında istifadə olunmuş sualların izahına baxırıq. Birinci sual, 2 zər eyni zamanda atıldıqda düşən xalların hasilinin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Sadə ədədlər 2, 3, 5, 7, 11 və s. ola bilər. İndi biz zərdə baxaq görə hansılar alına bilər sadə ədədlərin hasili şəklində. Deməli 2-nin alınması üçün 1, 2, 2, 1, 3-ün alınması üçün 1, 3, 3, 1, 5-in alınması üçün 1, 5, 5, 1 düşə bilər ki, bu da əlverişli halların sayının 6 olması deməkdir. Demək, əlverişli halların sayı 6-ya bərabər oldu. 2 zər atıldıqda mümkün halların sayı isə 36-ya bərabərdir. Hadisənin ehtimalı onda bərabər olacaq. Əlverişli halların mümkün hallara olan nisbəti, bu da bərabərdir 6-da 1. Doğru cavab D variantı. İkinci sual, sinus 4x bərabərdir 1 tənliyinin 0pi parçasındakı köklərinin sayını tapın. Sinus 4x bərabərdir 1 tənlik xüsusi həldir. 4x bərabərdir. Demək, sinus 1 qiymətini alır. Pi bölünsün 2 üstə gəlinsin 2pk nöqtəsində. Hər tərəfini 4-ə bölsək, pi bölünsün 8 üstə gəlinsin. Deməli, alınacaq pk bölünsün 2. Birbaşa yazdıq. 4 ilə 2-ni ixtisar aparsaq. Burada k-nın yerinə qiymətlər yazırıq. Deməli, k-nın yerinə 1 yazsaq, k bərabərdir. 0-dan başlayaq. K-nın yerinə 0 yazsaq, x bərabərdir. Pi bölünsün 8 alınar ki, verilmiş parçaya daxildir. K-nın yerinə bir qiyməti yazırıq. X bərabər olacaq pi bölünsün 8, üstə gəlinsin pi bölünsün 2. Bu da bərabərdir 8-də pi, üstə gəlinsin 4 pi. Bu da bərabərdir 8-də 5 pi olar. K-nın yerinə 2 qiymətini yazırıq. K-nın yerinə 2 qiymətini yazsaq, x bərabərdir pi bölünsün 8, üstə gəlinsin pi alınar ki, bu da pi qiymətini, yəni pi-nin sərhəddini aşacaq ki, bu da olacaq 8-də 9 pi. Bu verilmiş aralığa daxil olmayacaq. Verilmiş aralığa daxil olan qiymətlərin sayı 2-yə bərabər oldu. Doğru cavab D variantı oldu. 33-cü sual, A və B çoxluqları üçün n A ilə B-nin kəsişməsi bərabərdir 2 vurulsun n B ilə A-nın, daha doğrusu n A ilə B-nin fərqi bərabərdir 2 vurulsun n B ilə A-nın fərqidir. Birləşmədə 24, kəsişmədə isə 6 element olarsa n A-nı tapmaq lazımdır. Kəsişməni qeyd elədik, 6 element var. B ilə A-nın fərqinə x demiş olsaq, B ilə A-nın fərqinə də x demiş olsaq, A ilə B-nin fərqi 2x-ə bərabər olur. Və birləşmə bunların üçünün cəmidir və 24 element var. Onda yazırıq 2x üstə gəlinsin 6 üstə gəl x bərabərdir 24, 3x bərabərdir 18, x də bərabərdir 6 olur. X 6 tapdıq, demək burada 12 element var, burada 6 element var, burada da 6 element var. Bizə NA lazımdır. NA bərabərdir 12 üstə gəlinsin 6 bərabərdir 18 olar. Doğru cavab B variantı. Bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapmaq lazımdır. 2x üstə gəlinsin 2x çıxılsın 5-in modulu. 7-dən kiçik bərabərdirsə, onda mənfi 7-dən də böyük olmalıdır. Hər tərəfin üzərinə 5 əlavə eləsək, mənfi 2 kiçikdir bərabərdir 2x, kiçikdir bərabərdir 12. Hər tərəfin 2-yə bölsək və yaxud da ki 2-də 1-ə vursaq, mənfi 1 kiçikdir bərabərdir x, kiçikdir bərabərdir 6-dır. Bunu bərabərsizliyi ödəyən tam ədədlər mənfi 1, 0, 1, 2, 3, 4, 5 və 6 ədədləridir ki, buradan mənfi 1 ilə 1 islah oldu. Yerdə qalanlar 5, 10, bu da 10. 20-yə bərabər oldu. Doğru cavab B variantı oldu. Ədədinin tam hissəsini tapın. Deməli, A ədədinin tam hissəsini tapırıq. Kök altında 11 çıxılsın 6 kök altında 2, üstə gəlinsin kök altında 2. Buna tətbiq eləyəcəyik mürəkkəb kök alma düsturunu. Kök altında 11-i belə yazırıq. 9 üstə gəlinsin 2, çıxılsın 3 vurulsun 2 vurulsun kök altında 2, üstə gəlinsin kök altında 2. Bu da bərabərdir. Bunu belə göstərəcəyik. 3 çıxılsın kök altında 2-nin tam kvadratı. Demək oldu 9, bu da oldu 2.
Çıxılsın birinci ilə ikincinin hasilinin 2 misli, üstə gəlinsin bir də kök altında 2 var, bərabərdir. Buradan modulda 3 çıxılsın kök altında 2 çıxır, üstə gəl kök altında 2, bu da bərabərdir. 3 çıxılsın kök altında 2, üstə gəl kök altında 2. Bunlar islah olundu, yekun nəticəmiz 3-ə bərabər oldu. Doğru cavab B variantı. Növbəti sual olarsa x kubu üstə gəlinsin y kubunun qiymətini tapmaq lazımdır. Deməli, kublar düsturuna görə x üstə gəl y vurulsun, x üstə gəl y-in kvadratı çıxılsın 3xy şəklində yaza bilərik. Bu da bərabərdir. Demək, kub düsturu üçün törəmə düsturlar var idi. Ondan birbaşa yazdıq. Deməli, x üstə gəl y 5-ə bərabərdir. Bu da olacaq 5-in kvadratı çıxılsın 3 vurulsun 3 bərabərdir. 5 vurulsun 25 çıxılsın 9. 5 vurulsun 25-dən də 9 çıxdıq 16 bərabərdir 80 olar. Doğru cavab Y variantı. 37-ci sual katetlərin nisbəti 3 bölünsün 4-ə, hipotenuzu isə 25 cm bərabər olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Deməli, düzbucaqlı üçbucağın katetləri 3 bölünsün 4 nisbətindədir. Onda hipotenuzu 5 nisbətində olacaq ki, bu da 25-ə bərabərdir. Buradan aldıq ki, k bərabərdir 5-dir. Deməli, tərəflər 25, 3 dəfə 5, 15, 4 dəfə 5, 20. Tərəfləri, katetləri 15 və 20, hipotenuzu isə 25-ə bərabərdir. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu R bərabərdir. A üstə gəlinsin, B çıxılsın, C bölünsün 2-dir. Yəni 15 üstə gəl 20 çıxılsın 25 bölünsün 2-dir. Bu da 35 çıxılsın 25 10 bölünsün 2 bərabərdir 5 olar. A və B natural ədədləri üçün əkob AB üstə gəlinsin əbob AB bərabərdir 126. A bölünsün B bərabərdir 0,8 olarsa A plus B cəmini tapın. A bölünsün B bərabərdir 0,8. Bu olacaq 8 bölünsün 10. Yəni 4 bölünsün 5. Onda bunu belə yaza bilərik. 4k bölünsün 5k. A ilə B-ni ifadə elədik. A 4k-ya bərabərdir, B isə 5k-ya. Gətirib yerinə yazırıq. Əkob 4k 5k üstə gəlinsin. Əbob 4k 5k bərabərdir 126. Ortaq vurğu əkob və əbobun qarşısına çıxarda bilirdik. K-nı çıxarsaq 4 ilə 5-in əkobu 20. Vurulsun k üstə gəlinsin. 4 ilə 5-in əbobu isə 1-ə bərabərdir. Qarşılıqlı sadə ədədlərdir. Bir dənə k qalacaq. Bərabərdir 126. 21k bərabərdir 126-dırsa k da bərabərdir 6 olar. K-nı təyin elədik. Bizə A-nı dedik ki 4k-dır. Bu olacaq 4 vurulsun 6 bərabərdir 24. B-ni də dedik 5k-dır. Bu da olacaq 5 vurulsun 6 bərabərdir 30. Bizə lazım olan ifadə isə A üstə gəl B-dir. A üstə gəl B bərabərdir 24. Üstə gəlinsin 30 bərabərdir 54. Doğru cavab D variantı. 39-cu sual sahələri S1 və S2, perimetrləri isə P1 və P2 olan iki oxşar çoxbucaqlanan sahəsi üçün S1 bölünsün S2 bərabərdir 4 bölünsün 9 və P2 çıxılsın P1 10 olarsa P2-ni tapın. Deməli, sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. P1 bölünsün P2 də oxşarlıq əmsalıdır deyənə kvadrata yüksəltsək, sahələr nisbəti olur. Hər tərəfdən kök alsaq 2 bölünsün 3 bərabərdir P1 bölünsün P2 olar. Onda belə çıxır ki, P1 bərabərdir 2K-dır. P2 bərabərdir 3K-dır. Bunu bu şəkildə qeyd elədik. Gətirib qiymətlərin yerinə yazırıq. P2 çıxılsın P1, yəni 3K çıxılsın 2K bərabərdir 10. K da bərabərdir ilə 10-a bərabər oldu. İndi bizə lazımdır P2-nin qiyməti. P1 oldu 2 vurulsun 10, 20. P2 oldu 3 vurulsun 10, 30. Bizə P2-nin qiyməti lazım idi. Doğru cavab Y variantı oldu. 40-cı sual 3A bölünsün 9 bərabərdir 4A bölünsün X bərabərliyindən X-i tapın. Deməli, bu bizə tənasüb kimi verilib. Tənasübün də əsas xassəsi kənar hədlərinin hasilinin orta hədlərinin hasilinə bərabərliyidir. A-lar ixtisar olundu. Sıfırdan fərqli şərti verilib deyənə. Oldu 3x bərabərdir 4 dəfə 9, 36x də bərabərdir 12. Doğru cavab B variantı oldu.
41-ci sual. Sinus kvadratı 17 vurulsun kosinus 110. Üstə gəlinsin kosinus kvadratı 73 vurulsun kosinus 70 bərabərdir. Kosinus 73. Kosinus 73 90 çıxılsın 17 kimi göstərmək olar. Onu da belə yazırıq. Sinus kvadratı 17 vurulsun kosinus 110. Üstə gəlinsin sinus kvadratı 17 vurulsun kosinus 70 bərabərdir. Sinus kvadratı 17-ni ortaq vuruq kimi çıxartdıq mötərizə xaricinə. Kosinus 110-un yerinə yazıram. Kosinus 180 çıxılsın 70. Üstə gəlinsin kosinus 70. İkinci rübdə kosinusun işarəsi mənfidir. Deməli mənfidir. Adda dəyişmir. Oldu mənfi kosinus 70. Üstə gəlinsin kosinus 70. Mötərizənin daxili 0 olduğundan yekun nəticəmiz 0-a bərabər oldu. 42-ci sual. Loqaritm 3 əsasına x çıxılsın 2, üstə gəlinsin 3 əsasına x üstə gəl 4 bərabərdir 3 tənliyini həll edin. Deməli, loqaritmada toplama varsa belə yazırıq. 3 əsasından x çıx 2 vurulsun x üstə gəlinsin 4 bərabərdir 3-dür. Tənliyin şərtinə görə belə yazacağıq. X çıxılsın 2 vurulsun x üstə gəl 4 bərabərdir 3 üstündə 3. X kvadratı üstə gəl 4x çıxılsın 2x çıxılsın 8 bərabərdir 27. X kvadratı üstə gəlinsin 2x çıxılsın 35 bərabərdir 0-dır. Deməli, bizə elə 2 ədəd lazımdır ki, hasili mənfi 35, cəmi mənfi 2 olsun. Bunlar mənfi 7 və 5 ədədləridir. Deməli, loqaritmik tənlikdə gətirib yerinə yazırıq. Mənfi 7-ni yerinə yazsaq, burada olacaq mənfi 9. Loqaritmanın qarşısında mənfi ədəd yaza bilmərik. Təyin oblastına daxil deyil deyənə kənar köçdü. Yerdə qaldı bir dənə cavab, o da 5. Doğru cavab A variantı. 43-cü sual. Şəkildə AB paralelliyi, CD paralelliyi verilib. Alfa çıxılsın beta 40 olarsa, betanı tapın. Uyğun tərəfləri paralel olan bucaqlar əgər eyni adlıdırsa bərabər, müxtəlif adlıdırsa cəmi 180 olur. Burada da göründüyü kimi müxtəlif adlıdır. Onda alfa üstə gəlinsin beta 180 dərəcə olmalıdır. Alfa çıxılsın beta isə 40 dərəcə verilib. Bizə betanı təyin eləmək lazımdır. Yəni bunları tərəf-tərəfə çıxdıq. Alfalar getdi. Beta çıxılsın mənfi beta. 2 beta 180 çıxılsın 40 oldu 140. Beta da bərabərdir 70 dərəcə oldu. 44-cü sual. Fx funksiyasının təyini oblastına daxil olan tam ədədlərin cəmini tapın. Birinci şərt kökaltı ifadə 0-dan böyük bərabər olmalıdır. 16 çıxılsın x kvadratı böyükdür bərabərdir 0. 4 çıxılsın x, 4 üstə gəl x kimi vurğularını ayırdıq, böyükdür bərabərdir 0. Ədəd oxunda qeyd edirik. Mənfi 4, 4. İntervallara böldük. Deməli, bura oldu. Mənfi, müsbət, mənfi. Bizə müsbət hissə lazım idi. Mənfi 4-dən 4-ə kimi hər ikisi daxil olan qiymət. Digər tərəfdən loqaritmanın qarşısında yazacağımız ifadə, yəni loqaritma 2 əsasına x minus 1. Burada x minus 1 böyükdür 0 olmalıdır ki, x də böyükdür 1 olacaq. Digər tərəfdən məxrəc 0-dan fərqli olmalıdır. Onda loqaritma 2 əsasından x minus 1 fərqlidir 0 olmalıdır. Bu da olacaq 2x çıxılsın 1 fərqlidir 2 üstündə 0. X fərqlidir. Birbaşa yazdıq. Bu 1 elədi 2-dən. Deməli, x 2-dən fərqli olmalıdır. 1-dən böyük olmalıdır. Mənfi 4, 4 aralığında olmalıdır. Bu ikisinin ortaq həlli bizə verəcək. 1-dən 4-ə qədər olan ədədləri. 4 daxildir, 1 daxil deyil. Digər tərəfdən 2-dən fərqli olmalıdır. Bunu da bu həllə birləşdirsək, onda olacaq cavabımız 1-dən 2-yə birləşir, 2-dən 4-ə kimi. Təyin oblastına daxil olan tam ədədlərin cəmi lazımdır. Demək, bura daxil olan tam ədədlər 3 və 4-dür. Toplasaq 7 alınır. 45-ci sual. Çevrənin xaricindəki nöqtədən çevrəyə toxunan və kəsən çəkilib. Çevrənin xaricindəki nöqtədən çevrəyə toxunan və kəsən.
çəkilmişdir. Toxunanın uzunluğu 12 sm-dir. Kəsənin çevrə xaricində qalan hissəsinin uzunluğu çevrə daxilində qalan hissəsinin uzunluğundan 2 sm qısa olarsa, bura bir x yazsaq, xaricdəki x çıxılsın 2 olar. Kəsənin çevrə daxilində qalan hissəsinin uzunluğunu, yəni elə x-i tapmaq lazımdır. Tapın. Deməli, kəsən və toxunanın xassəsinə görə toxunanın kvadratı bərabərdir çevrəyə qədərki hissə, yəni x çıxılsın 2 vurulsun ümumi uzunluq, yəni x üstə gəlinsin x çıxılsın 2. Bu da olacaq x çıxılsın 2 vurulsun 2x çıxılsın 2 bərabərdir 12-nin kvadratı 144. 2x kvadratı çıxılsın 2x çıxılsın 4x üstə gəl 4 bərabərdir 144. 2x kvadratı çıxılsın 6x çıxılsın 140 bərabərdir 0. Hər tərəfini 2-yə böldük. X kvadratı çıxılsın 3x çıxılsın 70 bərabərdir 0. Bizə elə 2 ədəd lazımdır ki, hasili -70, cəmi isə 3 olsun. Bunlar da x1 bərabərdir, x2 bərabərdir. Deməli, 10 və -7. -7 tərəf ola bilməz, kənar köçdü. Demək, cavabımız oldu 10. 46-cı sual A parametrinin hansı müsbət qiymətində tənliyinin köklərinin kvadratları cəmi 20-yə bərabərdir. Yəni, x1-in kvadratı üstə gəlinsin x2-nin kvadratı bərabərdir 20-dir. Bunu belə yazırıq. x1 üstə gəl x2 kvadratı çıxılsın 2x1 x2. İndi v-i tətbiq eləməliyik. Bu 20-yə bərabərdir. V-i tətbiq eləsə x1 üstə gəl x2 a üstə gəl 2-yə bərabərdir. Çıxılsın 2 vurulsun x1 vur x2 də 2a-ya bərabərdir. Bərabərdir 20. Kvadratı yüksəltdik. Oldu a kvadratı üstə gəlinsin 4a üstə gəlinsin 4 çıxılsın 4a bərabərdir 20. 4a-lar islah olundu. A kvadratı bərabərdir 16. A bərabərdir plus minus 4. Bizə deyir A parametrinin hansı müsbət qiymətində? Cavabımız olacaq 4. 47. B-nin həndəsi silsiləsində B1 və Q olarsa ilk 6 həddin cəmini tapın. S6 bərabərdir. B1 vurulsun Q üstü 6 çıxılsın 1 bölünsün Q çıxılsın 1. Bu da bərabərdir. Deməli B1 3 Q 2 üstü 6 64 çıxılsın 1 bölünsün 2 çıxılsın 1. Bu da olacaq. Məxrəc 1-dir deyənə yazmırıq. 3 vurulsun 63. Bu da bərabərdir 18, 189. Yan tərəfi 13, oturacaqları 10 və 20 olan bərabər yanlı trapesiyanın sahəsini tapın. Demək, yan tərəfi 13, oturacaqları da 10 və 20-dir. Buradan bir dənə hündürlüyü endirdik. Buradan da bir dənə hündürlüyü endirdik. Demək, bərabər yanlı trapesiyadır deyənə buradakı məsafələr, bu məsafələr bir-birinə bərabərdir. Buranı qeyd edirik 10 cm-dir, yəni yuxarı ilə eynidir. Bir-birinə bərabər olduğundan bunlara da 5-5 qalacaq. İndi baxırıq bu düzbucaqlı üçbucağa kateti 5, hipotenusu 13, onda digər kateti 12-yə bərabər olur. Deməli, biz nələri təyin elədik? Oturacaqlar bəllidir. A bərabərdir 10, B bərabərdir 20, H-ı da təyin elədik. H da bərabərdir 12-dir. Trapesiyanın sahəsi S bərabərdir. A üstə gəlinsin B bölünsün 2 vurulsun H. 10 üstə gəl 20 bölünsün 2 vurulsun 12. 15 ya da belə deyək də 30 vurulsun 6. 180 olar. Bağban düzbucaqlı formasında olan gül sahəsinin ətrafına eni hər yerdən eyni olan cığır çəkməlidir. Gül sahəsinin eni 8, uzunluğu isə 10 metrdir. Cığırla birlikdə ümumi sahəsi 120 olarsa, cığırın eninin neçə metr olduğunu hesablayın. Deməli, belə bir sahəsi var bağbanın. Bunun ətrafına cığır çəkmək istəyir. Təxminən belə bir şəkildir.
İndi nə baş verəcək? Hər yerdə eynidir deyənə bura bir x desək, burada x-ə bərabər olacaq. Burada x-ə bərabər olacaq. Burada x-ə bərabər olacaq. Və deyir ki, gül sahəsinin eni 8-dir, uzunluğu da 10-dur. Cığırla birlikdə isə ümumi sahə 120-dir. Cığırla birlikdə, yəni ümumi sahə, bax, bura olacaq 8 üstə gəlinsin 2x, burada olacaq 10 üstə gəl 2x. Yəni n hər tərəfdən eyni qədərdir deyənə 2x şəklində yazdıq. Ümumi sahə 120-dir, yəni yazıram 8 üstə gəlinsin 2x, 10 üstə gəlinsin 2x hasili bərabərdir 120-dir. Bizə indi x lazımdır, cığırın eni, yəni x-i tapmaq lazımdır. Bunun hər tərəfini 2-ni çıxartdım mötərizə xaricinə 4 üstə gəl x, buradan da 2-ni çıxartdım mötərizə xaricinə 5 üstə gəl x bərabərdir 120. 2-yə böldüm 60, 2-yə də böldüm 30. Vurub açırıq 20, üstə gəlinsin 4x, üstə gəl 5x, üstə gəl x kvadratı bərabərdir 30. X kvadratı üstə gəlinsin 9x, çıxılsın 10 bərabərdir 0. x1 və x2-ni təyin edirik, viyyətə görə təyin eləsək. Hasili -10, cəmi -9, -10 və 1. -10 kənar köçdü, tərəf ola bilməz. Onda cığırın enin təyin elədik ki, 1 metrə bərabərdir. A və B şəhərləri arasındakı məsafə 360 kilometrdir. A şəhərindən B şəhərinə doğru 60 km bölünsün saat sabit sürətlə avtobus yola düşdü. Avtobus yola düşdükdən 1 saat sonra B şəhərindən A şəhərinə doğru 90 km bölünsün saat. Sabit sürətlə miniş avtomobili hərəkətə başlayır. Avtobus yola düşdükdən neçə saat sonra miniş avtomobili ilə görüşər. Deməli, birinci belə yanaşırıq. A şəhərindən B şəhərinə 1 saat 60 km bölünsün saat sürəti ilə hərəkət edən avtobus gəlib çatıb C şəhərinə. C məntəqəsinə, nöqtəsinə və 1 saata 60 ilə gedir deyənə 60 kilometr yol gedib. Bura 60 kilometr. İndi bu C nöqtəsindən davam eləyəndə yoluna B-dən də bir dənə miniş avtomobili bundan qarşı-qarşıya hərəkətə gəlir və bunlar arasındakı məsafə 300 kilometrdir. Çünki ümumi 360 idi. 60-ın artıq avtobus gəlib və 1 saat sərf edib. İndi baxırıq. B və C məntəqələri arasındakı məsafə 300 kilometrdir. Biri 60, digəri isə 90 ilə hərəkət eləyir. Deməli, burada qarşı-qarşıya hərəkətdə sürətləri toplayırdıq deyənə sərf olunan zamanı tapmaq üçün 300-ü böləcəyik 60 üstə gəlinsin 90-a. Bu da bərabərdir. Deməli, 300 bölünsün 150 bərabərdir 2 saat. Deməli, bunlar 2 saatdan sonra görüşəcəklər. Hansı şərt daxilində? Biri C-dən, biri də B-dən gəlmiş olsaydı, bu müddət ərzində avtobus artıq 1 saat yol sərf edib deyənə, 1 saat zaman sərf edib deyənə, miniş avtomobili ilə görüşmə saatı 2 saat, üstə gəlinsin 1 saat, bərabərdir 3 saat olar. 51-ci sual. Bir şirkət server otağına giriş üçün 6 rəqəmli təhlükəsizlik kodu təyin edir. Kodun rəqəmləri çoxluğunun elementlərindən seçilir. Rəqəmləri təkrarlanmayan, ilk 3 rəqəmi tək olan neçə müxtəlif təhlükəsizlik kodu təyin etmək olar? Deməli, 6 rəqəmli kod üçün 6 yer ayırdıq. Rəqəmlər təkrarlanmayan olmalıdır. İlk 3 rəqəm də tək olmalıdır. Birinci təklərə baxırıq. 1, 2, 3, 4, 5. Deməli, ilk seçimimiz bu 5 ədəd arasındandır deyənə 5 dənə seçimimiz var. Amma təkrarlanmayandır deyənə 1-in götürəndən sonra yerdə seçimlərimiz qalır 4 dənə. Bu da tək olmalıdır. 1-in də götürəndən sonra yerdə qaldı 3 dənə seçimimiz. Birində götürdük. İlk 3 tək ədədi düzəltdik. Yerdə qalan 3 rəqəm isə istənilən biri ola bilər. İndi baxırıq 3 rəqəm seçilib deyənə onları götürə bilmirik. Yerdə qalan seçimlərimiz 1, 2, 3, 4, 5 və 6 dənədir. 6 dənə. Yenə təkrarlanma yoxdur deyənə birini də götürsək, yerdə qalır 5 seçim.
Birini də götürəndən sonra yerdə qalır 4 dənə seçim. Demək bunların hasilini tapmaq lazımdır. 4 dəfə 5 20, 4 dəfə 5 20, 3 dəfə 6 da 18. Demək 400 vurulsun 18, 36, 72, 7200 təhlükəsizlik kodu təyin etmək mümkündür. 52-ci sual. Düzbucaqlı paralelipiped formalı bağlamanın tilləri ardıcıl cüt ədədlərdir. Bu bağlamanın bütün tillərinin uzunluqları cəmi 72 olarsa bağlamanın həcmini tapın. Belə bir bağlamadır, düzbucaqlı paralelipiped formalı. Tilləri ardıcıl cüt ədədlərdir. Bura 2n deyək, bura 2n plus 2 deyək, hündürlüyü də 2n plus 4 olsun, ardıcıl cüt ədədlərdir. Və hər bir tilindən 4 dənədir deyənə, 4 vurulsun, A üstə gəlinsin, B üstə gəlinsin, C bərabərdir ümumi tillərinin cəmi, yəni 72 olar. Buradan da A-sın 2n olsun. Demək 4 vurulsun 2n üstə gəlinsin 2n plus 2 üstə gəlinsin 2n plus 4 şəklində yazsaq ki, bu da 72-yə bərabərdir. 4-ə ixtisar apardıq. Deməli 6n üstə gəl 6 bərabərdir 18-dir. 6n də bərabərdir 12, n bərabərdir 2 olar. Demək tillərini tapırıq. n2-dirsə bura 4, bura 6, burada 8 olar. Bizə nə lazım idi? Bağlamanın həcmini tapın. V bərabərdir A vurulsun B vurulsun C. O da bərabərdir 4 vur 6 vur 8. 4 vurulsun 6 dəfə 8 48, 192 olar. Xaricdən bir-birinə K nöqtəsində toxunan iki konqurent çevrənin O1 və O2 mərkəzləri ABC bərabər tərəfli üçbucağının AC tərəfi üzərindədir. O1, O2 12 cm olarsa MBNK dördbucaqlısının perimetrini tapın. Deməli, O1, O2 12 konqurent çevrələrdir deyənə, bura 6, burada 6 olacaq, onda burada 6-dır, burada 6. AC tərəfi 24-dür. Onda AB də BC də 24-ə bərabərdir. İndi nəyə baxırıq? Bura 90 dərəcə olacaq, çünki diametrə söykənib. Bura 90 dərəcədirsə və bu 60 dərəcə olduğundan bura deyəcəyik 30 dərəcədir. 30 dərəcə, 60 dərəcə olmasının səbəbi bərabər tərəfli üçbucağın bir bucağı 60 dərəcədir, ona görədir. 30 dərəcə bucaq qarşısındakı tərəf hipotenuzun yarısına bərabərdir. Yəni AM məsafəsi hipotenuz da 12-dir, 12-nin yarısı, yəni 6-ya bərabərdir. Onda MK məsafəsi 60-ın qarşısındadır deyənə, o da bərabər olacaq 6 kök altında 3-ə. Eyni şeyi O2 mərkəzli çevrə üçün də yazsaq, NC bərabərdir 6 olar, NK bərabərdir NK. Bərabərdir 6 kök altında 3 olar. İndi AM 6-dırsa, onda BM ümumi tərəf 24, 6-sı getdi, 18 qalar. BN bərabərdir 18 olar. Bizə perimetr MBNK lazımdır. Yəni BM üstə gəlinsin BN üstə gəlinsin NK üstə gəlinsin MK. Bu da bərabərdir. BM 18, BN də 18 üstə gəlinsin NK 6 kök altında 3 üstə gəl 6 kök altında 3. 36 üstə gəlinsin 12 kök altında 3. 54-cü sual. Futbolçu topu yerdən zərbə ilə havaya vurur. Topun yerdən hündürlüyünün zamandan asılılığı düsturu ilə ifadə olunub. Topun qalxa biləcəyi maksimal hündürlük neçə metrdir? Yəni, maksimal hündürlük ala biləcəyi ən böyük qiymətdir. Deməli, y bərabərdir. AX kvadratı üstə gəlinsin BX üstə gəl C ifadəsi üçün.
Əgər A böyükdür 0-dırsa, onda ən kiçik qiyməti alırdı, yəni y0-ı. A böyükdür 0 olarsa, A kiçikdir 0 olarsa. Demək, A böyükdür 0 olanda y0 bizim üçün olacaq ən kiçik qiymət. A kiçikdən 0 olanda y0 bizim üçün olacaq ən böyük qiymət. Çünki birinci halda parabolanın qolları yuxarı yönəlir, alır ən kiçik qiyməti. İkinci halda parabolanın qolları aşağı yönəlir, alır ən böyük qiyməti. Y0-dır hər iki halda. Deməli, biz də buradan y0-ı təyin edəcəyik. Y0 bərabərdir 4AC çıxılsın B kvadratı bölünsün 4A düsturundan yazsaq. 4 vurulsun -5, C-si 0-dır. Bunu yazmaya da bilərdik. Çıxılsın B kvadratı, yəni 20-nin kvadratı bölünsün 4 vurulsun -5. Bu da bərabərdir. -400 bölünsün -20. Bərabərdir 20 metr. Mağaza 450 ml həcmində 80% spirt tərkibli dezinfeksiya edici məhlul hazırlamaq istəyir. Ambarda isə yalnız 90% və 60% spirt məhlulları var. Tələb olunan qatılığı almaq üçün hər məhluldan nə qədər istifadə edilməlidir? Deməli, belə baxırıq. 90% məhlula bir dənə A deyirik. 60% məhlula isə bir dənə B deyirik. Ümumi almalıyıq 450 ml məhlul. A üstəgəl B olmalıdır 450 ml. İndi A-dan nə qədər götürməliyik bunu bilmirik. Deyirik A-nın amma 90% spirtdir. 90% yəni 0,9 hissəsi, B-nin isə 0,6 hissəsi spirtdir. Spirtin ümumi kütləsini məhlulun ümumi kütləsinə böləndə 80% məhlul almalıyıq. Bərabərdir 80%. Yəni spirt bölünsün məhlul vurulsun 100, 80% məhlul almaq istəyirik. Bunu ifadə elədik. Bunu da sıfırların ixtisar apardıq. Hər tərəfini 10-a böldük. Onu surətə vursaq olacaq 9A üstə gəlinsin 6B bərabərdir. Çarpaz vurduq, oldu 8A üstə gəlinsin 8B. A-ları bir tərəfə yığdıq, B-ləri də bir tərəfə yığdıq. A bərabər oldu 2B-yə. Gətirib burada yerinə yazırıq. Deməli, A üstə gəlinsin B-nin yerinə oldu 2B üstə gəlinsin B bərabərdir 450. 3B bərabərdir 450. B də bərabərdir 150 oldu. Deməli, B 60% məhluldan 150 ml götürməli. Onda A-nı təyin edirik. A da 2B-yə bərabərdir. Deyənə 2 vurulsun 150 bərabərdir 300 ml. Demək, 90% məhluldan da götürməliyik 300 ml. Hər məhluldan nə qədər istifadə olunmalıdır? 90%-dən 300 ml, 60%-dən isə 150 ml götürsək, ümumi kütləsi 450 ml olan 80%-li spirt məhlulu alarıq.